Mayın 5-dən 6-sına keçən gecə hava hücumundan müdafiə qüvvələri Rusiyanın paytaxtı Moskva şəhəri üzərində Ukraynaya məxsus 19 pilotsuz uçuş aparatını məhv edib. Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, müdafiə qüvvələrinin ayıq sayıqlığı nəticəsində 5-i axşam saat 21:00-dan səhər saat 4:00-a qədər paytaxta hücum edən bütün dronlar zərərsizləşdirilib. Rosaviasiyadan bildirilib ki, hava hücumu ilə bağlı azı 10 təyyarə paytaxt hava limanlarının fəaliyyətinə qoyulan məhdudiyyətlər səbəbindən müvəqqəti olaraq Nijni Novgorod və Sankt-Peterburq aeroportlarında enməli olub. Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədi ilə yerli vaxtla saat 00:57-dən etibarən Vnukovo, Domodedovo və Jhukovski hava limanlarının fəaliyyəti üçün müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Yerli vaxtla saat 01:15-dən etibarən Şeremetyevo hava limanında da analoji məhdudiyyətlər qüvvədə olub və səhər saat 5-dən sonra qismən aradan qaldırılıb. Hazırda hava gəmilərinin enişi və uçuşu ilə bağlı məhdudiyyətlər götürülüb.